Son dövrlərdə uşaqların çoxunda aqressiya müşahidə edilir. Məktəblərdə bullying halları ilə bağlı xəbərlərlə isə tez-tez qarşılaşırıq. Sözügedən məqamlar nə qədər işıqlandırılsa da təəssüflər olsun ki, hələ bir irəliləyiş, həll yolu yoxdur. Elə bir neçə gün öncə mediada Bakıda 220 nömrəli məktəb liseyin şagirdi dərs zamanı özünü pəncərədən atdığı barədə xəbərlər yayılıb. Buna səbəb kimi sinif yoldaşları ilə mübahisə etdiyi gətirilib. Baş verən başqa bir dəhşətli insident isə məktəblər arasında bıçaqlanma hadisəsidir. Belə nümunələr kifayət qədərdir. Bəs problem nədən qaynaqlanır? Günah kimlərdədir? Psixoloq Aytən Ələkbərova Missiya TV müsahibəsində deyib ki, həmin mövzularla bağlı tez-tez müraciətlər daxil olur. Bu yaxınlarda məktəblərin birində belə bir bullyinglə bağlı dava düşüb, çağırıb. Məktəbin direktoru çağırıb məni ki, Aytən xanım, məktəbin psixoloqu bacarmır, xahiş edirəm. Siz gəlin bu uşaqlarla görüşün. Gəlmişəm uşaqlarla görüşürəm. Uşaqlardan biri mənə deyir ki, efirdə gecə-gündüz dava olur. Onlara nə edirlər ki, bizə də etsinlər. Bizə hədə-qorxu gəlirlər ki, dedi inspektor gələcəkdir. Sizin adınız qalmaqallı uşaq kimi siyahıya düşüləcəkdir. Mütəxəssis aqressiyaların yaranmasının digər bir səbəbi kimi uşaqlarda yaranan beyin yorğunluğu eyni zamanda təşviş və həyəcan olduğunu ifadə edib. O cümlədən bildirib ki, televiziyalarda olduqca böyük rol oynayır. Əvvəl deyərdik ki, hər hansısa bir filmdən bunlar baş verir. Filmdə görürlər, amma indi sosial verilişlərdən götürdüklərinə uyğun olaraq o addımları atırlar və atdığı addımları da açıq-aşkar deyirlər. Müsahibimiz əlavə edib ki, həmin halların qabağını almaq üçün çox güclü psixoterapiyalar aparılmalı, hətta layihələr şəklində məktəblərdə təşkil edilməlidir. Anonim olaraq uşaqların müraciətləri qəbul edilməli, onları narahat edən durumları yaxından tanımaq gərəklidir. Əksər psixoloqlar sözügedən terapiyaları, işlərini düzgün icra etmədiklərinə görə hazırda belə fəsadlar baş alıb gedir. Sosial şəbəkələrdə fenomenlərin davranışı, sosial verilişlərdə mübahisələr, o cümlədən iki ziyalının bir-biri ilə davası bugün uşaqların da onlar kimi davranmasına gətirib çıxarır. Oğlanlarda isə əsasən kriminal şəxsiyyət dövrü yaşanır. Kiminsə avtoritet olması ilə əlaqədar yeniyetmələrə sən belə olma kimi məsləhətlər verdikdə, oğlan uşaqları əksinə özünü sübut etməyə çalışır və daha çox kriminal aləmə meyllənir. Valideynlər də bu məsələlərdə böyük dəstək göstərməli, övlada sevgi, diqqət verməli və düzgün istiqamətə yönəltməlidirlər. Lakin ailə tərbiyəsi nə qədər mühüm rol oynasa da, insan cəmiyyətdə formalaşır. Ona görə də maarifləndirici təbliğatlar artırılmalıdır. Zərintac Mayız qızı, Təbriz Quliyev, Missiya TV.